Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademiyanın informatika müəllimi Məxluqə müəllim. Bugün sizlərə növbəti sualımızın izahını paylaşacağım. Sual belədir. Bərabərliyə əsasən x-i müəyyən edin. Bunların hər birini onluq sayı sisteminə çevirəcəm. Deməli 0, 1, 2, 0, 1, 2 və 0, 1. Aha, bu mənə edəcək. Deməli, yuxarı hissədən yazacağım. X plus 1-in xaricdən kvadratı plus 1 bərabərdir. X kvadratı plus deməli 1 plus 16 plus 1. Aha, bunu daha sadələşdirəcəm. Olacaq məndə nə? X kvadratı plus 2x plus 1 bərabərdir. Aşağı hissədə də mənə verəcək x kvadratı plus deməli 18-ə. Burada plus 1-i unutmayaq. Aha. Və x kvadratları hər tərəfdən gedəcək. Burada qalacaq 2x bərabərdir. Deməli 2 digər tərəfə keçəndə 18-dən 2 16. X də bərabərdir. 16 idi 2-yə böləndə neçə düşəcək? 8. Deməli mənim x-im neçə imiş? 8 imiş. Burada say sistemimiz 8-dir. Belə müəllimlər, növbəti sual videolarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.